Salam əziz abituriyentlər. Bu gün sizlər üçün ADA Universitetinə SAT, ADA məktəbi, IB və A-Level imtahan nəticəsi ilə qəbul olunacaq tələbələrin onlayn qeydiyyat prosesini sizə göstərəcəyik. Bunun üçün ilk öncə daxil oluruq apply.ada.edu.az səhifəsinə. Və açılan səhifədə siz ilk öncə ekranın sağ yuxarı hissəsində Sign in düyməsini görəcəksiniz. Və ilk öncə Sign in düyməsini sıxırıq və daha sonra isə biz e-mail və şifrədən istifadə edərək öz profilimizə daxil oluruq. Burada diqqətli olmalı olduğunuz məqam, hesab yaradan zaman hansı e-maildən və şifrədən istifadə etmisinizsə, məhz o e-mail və şifrəni bir daha buraya daxil edib, daha sonra Sign in düyməsini sıxırsınız. Və daha sonra isə sizin qarşınıza təsdiq kodu çıxacaq və bir daha təsdiq kodunu müvafiq hissəyə daxil edib Confirm düyməsini sıxacağıq. Onu da qeyd edim ki, təsdiq kodu bir neçə saniyə çəkə bilər onun gəlməsi və siz bunun üçün artıq e-maildən daxil olaraq bu təsdiq kodunu əldə edəcəksiniz və burada qeyd olunan hissəyə əlavə edəcəksiniz. Və daha sonra Confirm düyməsini sıxırsınız və sizin qarşınızda belə bir görüntü olacaq. Biz bugün şərti olaraq Taira adından istifadə edəcəyik və bunun üçün və ekranda görmüş olduğunuz Undergraduate Application və Admitted statusu görəcəksiniz və Admitted də məhz qəbul olunub anlamına gəlir. Buraya klik edirik və açılan pəncərədə isə Dear Taira, your results are ready mətni ilə qarşılaşacağıq. Bu da o deməkdir ki, hörmətli Taira, sizin cavablarınız artıq hazırdır. Congratulations, we are pleased to offer you admission to the Bachelor of Business Administration program for fall 2026 term. Bu da deməkdir ki, təbriklər, sizin qəbul olduğunuz ixtisasın adı burada qeyd olunub və bu mətnin aşağı hissəsində isə sizin qarşınıza 3 vacib sənəd çıxacaq və bu da payment form, ödəniş forması, tələbə müqaviləsi, student contract və admission letter, yəni qəbul sənədiniz. Bu sənədlərin hər birini diqqətlə oxumağınız tövsiyə olunur. İlk öncə daxil olacağıq admission letterə, yəni qəbul sənədimizə və burada qeyd olunan məlumatları diqqətlə oxuyacağıq və tanış olacağıq. Və daha sonra isə daxil olacaq tələbə müqaviləsinə və tələbə müqaviləsində yenə qeyd olunan şərtlərlə diqqətlə tanış oluruq və daha sonra isə ekranın sağ yuxarı hissəsində qeyd olunan download, yəni yüklə hissəsini klik edərək tələbə müqaviləsini ilk öncə yükləyirik və yaddaşda saxlayırıq. Və daha sonra isə təbii ki, bu yüklədiyimiz tələbə müqaviləsini çap edirik və müvafiq xanalara deməli qeyd etməklə, imzalamaqla bir daha onu skan edib öz kompüterimizin yaddaşında saxlayırıq. Sonuncu vacib sənəd isə artıq ödəniş forması və ödəniş qəbzidir ki, yenə bunu da diqqətlə oxuyuruq və ondan sonra download düyməsini sıxmaqla bu sənədi kompüterimizin yaddaşında saxlayırıq və daha sonra bu sənədi çap edirik və Azərbaycanda fəaliyyət göstərən banklara yaxınlaşmaqla bu ödəniş formasını təqdim etməklə siz müvafiq ödənişləri yerinə yetirəcəksiniz və daha sonra isə bankdan əldə etdiyiniz qəbzi də məhz burada skan edib yükləməklə də prosesinizi tamamlamış olacaqsınız. Burada diqqətli olmalı olduğunuz məqamlardan biri də odur ki, əgər sizin yaşınız 18-dən yuxarıdırsa, siz qeydiyyatdan keçən zaman sizdən əsasən 2 sənəd yükləməyiniz tələb olunur. Bunlar tələbə müqaviləsi və digəri isə ödəniş qəbzidir. Təbii ki, tələbə müqaviləsini çap edirsiniz, onu əl ilə doldurursunuz və daha sonra imzalayıb skan edirsiniz. Ödəniş qəbzini isə bankdan əldə edəcəyiniz deməli qəbz vasitəsilə müvafiq xanalara əlavə eləyəcəksiniz. Əgər sizin yaşınız 18-dən aşağıdırsa, sizdən əlavə sənədlər də tələb olunacaq. Bu əlavə sənədlər hər iki valideynin şəxsiyyət vəsiqələrinin surəti və sizin doğum haqqında şəhadətnamənizin surətidir. Əgər sizin hər hansı sosial imtiyazınız varsa, sosial imtiyaz dedikdə biz məcburi köçkün, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş vətəndaşların övladları, sağlamlıq imkanları məhdud olan vətəndaşlar kimi statusları və imtiyazları nəzərdə tuturuq. Əgər siz bu saydığımız kateqoriyalardan hər hansı birinə sahibsinizsə, o zaman bu statusunuzu təsdiq edən sənədin surətini də məhz müvafiq xanalara əlavə etməlisiniz. Daha sonra isə siz ekranın sol hissəsində yerləşən və Register Here, yəni qeydiyyatdan keç xanasına klik edirsiniz və burada artıq sizin qarşınıza yükləməli olduğunuz sənədlərin ardıcıllığı çıxacaq və
siz də məhz bu müvafiq ardıcıllıqla sənədlərinizi yükləyirsiniz. Biz ilk öncə bizdən tələb olunan tələbə müqaviləsinə daxil oluruq və upload here düyməsində sıxmaqla burada tanış oluruq və buradan təbii ki, müqaviləmizi seçirik və yükləyirik. Daha sonra ödəniş qəbzini əlavə edirik. Doğum haqqında şəhadətnamənin surəti və yaşımız 18-dən aşağıdırsa, qeyd etdiyimiz kimi, hər iki valideynin şəxsiyyət vəsiqələrinin surətini də əlavə etməliyik. Əgər valideynlərdən biri dünyasında dəyişibsə, elə olduğu halda siz bu xanaya ölüm haqqında sənədin surətini də əlavə eləyə bilərsiniz. Və sonuncu hissədə isə siz sosial imtiyazlı kateqoriyalar üçün nəzərdə tutulmuş sənədi əgər varsa, bu statusunuz mövcuddursa, elə olduğu halda bu sənədi yükləyə bilərsiniz. Onu da qeyd etməliyəm ki, bütün sənədləriniz tam olduğu halda sonda submit düyməsini görürsünüz və submit düyməsini sıxa bilərsiniz. Əgər sənədləriniz natamamdırsa, qəti şəkildə bu prosesi yekunlaşdırmamağınız sizdən xahiş olunur. Çünki submit düyməsini sıxdığınız halda artıq heç bir sənəd nə əlavə edə bilməzsiniz, nə də göndərə bilməyəcəksiniz. Ona görə də bax bu vacib məqamı unutmamağınız sizdən xahiş olunur. Artıq submit düyməsini sıxırıq və görmüş olduğunuz kimi artıq bir daha biz əsas səhifəyə qayıtmış oluruq dashboard hissəsinə və siz ən sonda checklist items hissəsini görəcəksiniz bir daha və bu göndərmiş olduğunuz sənədlər bizim əməkdaşlar tərəfindən yoxlandıqdan sonra və biz bu xanaya da müvafiq düzəlişləri edəcəyik və siz artıq burada qeyd olunan boz deməli hissəcikləri artıq yaşıl rənglərdə görmüş olacaqsınız. Ümid edirəm ki, bu təlimat videosu sizin işinizə yarayacaq və hər birinizə uğurlar arzulayırıq. Sağ olun.